Bir dəqiqə, zəhmət olmasa bir daha deyə bilərsiniz, adınız necə oldu? Atabələ. Hə, Atabələ bəy. Buyurun. Deyirəm ki, mən özüm üçün, dədəm üçün, bir də oğlum üçün analizlər vermişim. Amma bu analizlərin hamısının cavabı yaxşı gəlir. Nə məsələdir? Bu yaxşı xəbərdir də Atabələ bəy. Sən Allah. Azmanın harası yaxşı xəbər oldu, ha? Az mənim istədim yoxdur. Hop. Bu qədər pulu bu yoxun içində mən bunlara nə vermişəm, bu kağızlara nə vermişəm? Boş yerə verməmisiniz də, öyrənmişsiniz ki, siz sağlamsınız. Hə, öyrənmişəm ki, mən sağlamam. Üç nəfər təpədən dırnağa kimi çıxartdım kaptı nədir, ondan verib, ananız vermişim. Nuşenli bizim üçümüzdən birinin bir dərdi yoxdur. Bu dədəmi görübsən, 54 ilə çıxıb ayaq üstə, unusumusu bir məzikdən yazardın, değil mi? Siz nə istəyirsiniz olsun? Pul vermişsiniz deyə mütləq nəsə xəstəlik çıxmalıdır. Başa düşürəm. Ben görürüm. Tamam, sen analizlərin cavabı. Mən pullarımı verim, mən çıxıb gedəm. Biraz sakit olun, mən başa düşürəm. Hərdən pasiyentlər arasında belə problemlər yaranır. Mustafa, ha belə. Mən ha belə dedim bayaq sənə. Soruşdun dedim. Atabələ. Olsun Atabələ. Hə. Hə, Atabələ bəy, sizin kimi sağlam olmaq istəyən insanlar çoxdur. Başa düşürsünüz? Mustafa, pulumu verirsiniz ya vermirsiniz? Yox. Təəssüfdür. Vermirsiniz ha? Lap yaxşı. Heç eyb yoxdur. Mən sizə Atabəy oğullara pul atmağın nə demək olduğunu göstərməsəm, bıyıqlarımı kəsərəm. Heç eyb yox. Niyə? Sağ olun. Həmişə sağlam. Fidan, İlyas doktor səni çağırır. Niyə çağırır? Necə? Məni niyə çağırır İlyas doktor? Hə, nə bilim, yəqin tez gəldi evə görə də. Gel. Doktor ne var? Sen çoktan gelmeliydin. Çok özür istedim doktor, çok özür istedim. Sen elə gelmiş ki, ilk gündən çok şey istəyirsən. Gedə bilərsin. Başta. Sabahın xeyir. Sabahın xeyir, niyə gecikirsən? Sən nənəmə, ay qız, niyə gecikirsən? Onsuz da bugün Ofeliya da yoxdur. Ofeliya doktor yoxdur. Məni sorğu-sual eləyəcəksən. Bura bax Fidan, sən bizi necə gedib şikayət edə bilərsən, hə? Mən heç kimi şikayət eləməmişəm. Bir də nə iclasda olanları dedim. Deməli, sən mənim üstümdən xal qazanırsan, hə Fidan? Qızım, mənim qardaşımın kürəkəninin əmsi oğlunun qızı burada işləyir. Qardaşımın... Kürəkəninin əmsi oğlunun qızı. Hə, adı nədir? Adı Fidan. Fidan. De, Fidan. Maşallah, maşallah. Qız gəl bir görüşək də. Tüm səni qucaqlayıb bağrıma basın. Necəsən qızım? Yaxşıyam xala.
Xoş gəlmisiniz. Aa, xala nədir? Ana xanımam da, tanımadın. Bilirəm, tanıyıram ana xanım. Xoş gəlmisiniz. Ay, sağ ol. Sən indi Fidan, neçə vaxt işləyirsən burada? 2 gündür. Hə? Lap yaxşı. Mən də bilmək istəyirəm, görüm bu gəlimin qızı olacaq ya onlar. Ay, biraz sakitdə nə olub? Heç də. Daha nə olacaq? Neçə ildir mənə oğul nəvəsi bəxş eləmirsən. Yaxşı. Bundan artıq nə olsun ki? Görürsən, əsəbləşdirir məni. Yaxşısınız, siz yaxşı. Özüm də yaxşı deyiləm. Elə gəlmişkən yoxlatdır məni də. Yaxşı, ay mama, yoxlatdırarıq səni də. Gəlin oturun siz, oturun. Bədənim sızıldayır. Oturun. Yəni, Bilirəm. Ginekolog üçün sıra götürmüşəm. Fidan, qızım mənə bax. Aa, niyə qışqırırsan? Karzadan da ya. Bağışlayın, buyurun xala. O rəhmətli Güldəstiyə oxşadı, nə lap? Yadındadır? Nənəngilin ata evinin tinindəki qırmızı evdə yaşayırdı. Yadıma düşmədi, görsəm bəlkə tanıyaram. Siz indi ginekoloqun yanına yönləndirəcəklər. Çox sağ olun. Bağışlayın, anam biraz səs-küy saldı. Eybi yox, narahat olmayın. Deyirəm, anan 7 qızdan sonra bir oğul doğdu. Amma mənim 3 qızımı özünə dərd eləyib. Sən sakit dur. Sizin o zaman yadınıza gəlməz, o zaman məktəbdə oxuyurdunuz. Bizim qonşunun qızınla oynayırdınuz. Həm də elə həmin qızla deyəsən bir sinifdə oxuyurdunuz. Hə. Reyhan. Yadıma düşdü. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Salam qızım, necəsən? Ana xanım xalan gəldimi? Bala, bir də atanın o səni istəyən dostunun oğluna nömrəni və şəkillərini vermişik. O da Bakıda yaşayır. Gəlib səndən görüşəcək. Mama, niyə nömrəmə icazəsiz verirsən? Kim deyə bu oğlanı? Nə olar, qarışmayın da mənə, nə olar? Fidanın nömrəsini veriblər. Hə. Əvvəl elə bildim ki, gələn qohumlarını deyir. Sonra eşitdim ki, oğlandı. İndi oğlan gələcək bura Fidanı görməyə. Hətta. Görək nə cür oğlandı. Oğlan nə vaxt gəlir, bilmirsən? Yox, heç soruşsam da deməz axı. Deməzdi. Sənə bir şey deyim. Məncə bu dəqiqə Fidanı ən çox narahat edən şey qohumlarıdır. Gördün sən onları? Yağırçılar. Bir dənə mənə oğul nəvə verə bilmirsən. Atanın adı yerdə qalıb, kimə qoyaq? Bəs Sidana səsin götürüb hər yeri. Neyniyim? Nə səs-küydü burada? Nə problem var? Doktor Fidanın qohumlarıdır. Fidan qohumlar deyə qışqırırlar. Yox, gəlin qaynana davası. Sağ olun, zəhmət olmaya çalışın. Niyə səbləşirsən, nə olur? Sən kimsən, ay qardaş? Mən baş açmam. Lap yaxşı. Elə mənim də müalicəyə ehtiyacım var. Baran ağrıyır, nədən dişədir? Şərriyirəm, doktor. Bu gəlin məni bezdirib valla, boğaza yığıb. Fidanın qohumlarısınız. Hə, yaxın qohumlarıyıq. Fidan! Bəli, doktor. Qohumların analizi ilə özün məşğul olursan. Narahat olma xanım, mən də tapşırıram, əyləşin, analizi götürəcəyim. Çox sağ ol, doktor. Zəhmət olmasa xanımı aidiyyəti üzrə analizlər üçün həkimlərə göndər. Nə oldu? Yaxşı mı? Fidan, gəl arxamca. Kofeyi necə sevirsən? Siz zəhmət çəkməyin, mən özüm eləyərəm. Necə sevirsən soruşum. Nəsə başa düşdüm, üzr istəyirəm. Adətən necə istəyirsən? Normal. Hamı kimi üzr istəyirəm. Kofeni. Süt sevirəm kofeni. Südlə kofeni korlama. Qohumluq əlaqələrinin işini korladığın kimi.
Heç bilmirəm onlar bura niyə gəliblər. Həm də o qışqırıqların mənimlə bir əlaqəsi yox idi. Amma burada baş verən hər bir şey dolayısıyla mənimlə əlaqəlidir. Bunu yadında saxla. Əlbəttə, əlbəttə. Amma siz nə desəz mən eləməyə razıyam. Mən deyəndən sonra gec olacaq. Dedim, Eyni vaxtda tapşırmışam eyni mən. həkimdir. Tapşırmışam. Ol səbəbdən bunu köftə vermək olmaz. Qohumlarından işin qurtardısa otur işinlə məşğul ol. Əqrəbanın əqrəbaya əqrəb etməz etdiyin. Mən başa düşmürəm. Bəhrəməl. Failatün, 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 failün. Sən bilirdin bunları? Doktor, mən gedə bilərəm də. Hə. Gelir. Fidan xanım, olar sizə bir dəqiqə? Fidan xanım, biz indi ginekoloqun otağına girəcəyik. Olar ki, siz də bizdən gələsiniz. Yoldaşıma deyə bilərsiniz ki, siz də bizdən içəri girməlisiniz. Mən sənə xəbər verirəm. Əgər o fikirləşdiyim şey görəcəksə, Arzu doktor qətiyyən razı olmayacaq. Xahiş edirəm, nə olar? Bəli, oldu. Gülaxır xanım, Bəli, Arzu doktor sizi gözləyir. Yaxşı, Buyurun. mən sənə zəng eləyərəm. Fidan xanım. Gəl gedək, öyrənək görənə gəl başımıza. Mən də sizinlə gəlirəm. Zəhmət çəkməyin, sizdə bir şey yox. Yox, biz qohumuq axı. Buyurun. Gəl. Arzu doktor, salam. Salam. Olar? Gəl. Doktor, qohumlarım gəlib. Salam doktor. Salam, salam. Gülaçar xanım istəyir uşağın cinsiyyətini öyrənsin. Keçin. Tanrı çox vaxtı pulu bir ürəyi səxtə verər. Mərifət müftəd üçün kasıb bədbəxtə verər. Hacı Rüstəm əmiyə 7 oğul cümlə qəni. Leyk baqqal cəbiyə 7 qızı süftə verər. Yekə saqqal kişiyə il uzunu gündə pulov. Leyk abdal çosuya həftəyə bir süftə verər. Görünür doktor cinsiyyəti. Səbirli olun, öyrənərik. Nə xəbər göründü? Əvvəla uşaq sağlamdır. Cinsiyyəti nədir? Cinsiyyəti də ki, sizin gözəl göyçək qızınız olacaq. Bağışla qardaş. Biraz yavaş ol. Hə. Nə deyirsən? Hə? Ay qardaş. Hə? Nə deyirsən? Hə? Nə deyirsən? Oğlum, geç şunu bura xəstəxana deyilim. Başa düşdü ha? Sakitləş. Burada qorxmazlıq bir vəziyyət yoxdur, sakit ol. Qorxmaqla əlaqəsi yoxdur. Prosta hissim o cadayı tökdüm. Yəni, qorxmaz, səni həmən bolduğun oğlandır. Bilmirəm, hər nədirsə. Eşitdim, 3 qızın var. Allah saxlasın. Çox sağ ol. Mənim də bir qızım var, adı Fidandır, 1-ci sinifdə oxuyur. Allah saxlasın. Allah saxlayır. Çox şükür. Mən istəyirəm ki, mənim qızımın bacıları olsun. Onunla rəfiqə olsun da, başa düşürsən? İstəmirsən ki, oğlun olsun? Prичем тут, mальчик? Bilirsiniz, cinsiyyət hadisəsi axı niyə lazımdır? Mən özüm pediatram, mən uşaq həkimiyəm, mən uşaqları çox sevirəm. Ümumiyyətlə, uşaqları ayrı vermək düzgün deyil. Başa düşürsünüz? Anam demişdi, bu da qız olsa aldırarsan. Sənin qızlarından xoşun gəlmir? Yox, əslində çox xoşum gəlir. Mən işdən yorğun gələndə, onun məni öpməyi, qucaqlamağı o qədər rahatlaşıram ki.
Bilirsən, biz valideynlərimizi seçə bilməsək də yaxşı valideyn ola bilərik. Evet. Konfet? Günüm qara olub. İnan ki, ağlamaqdan gözümdə yaş da qalmayıb. Deyə Balabəyin oğlu olsa nə olacaq? Elə bil Sultan Süleyman zətdir. Bilmirəm heç nə deyim. Belə şeylərdə nə etmək lazımdır, onu da bilmirəm. Ümumiyyətlə, insanlar niyə evlənirlər? Niyə dünyaya uşaq gətirirlər? Evlənəndə də belə olur da. Mən çox üzr istəyirəm. Mən bilmədim, vallahi heç bilmədim nə dedim. Çox üzr istəyirəm. Bağışla, nə olar bağışla. Çox üzr istəyirəm. Bayaqdan hardasan ay qız? İşlər tökülüb qalıb. Sənin o dava salan qohumluğun analizlərinin cavabı da çıxıb. Doktor, Hə. bir dənə baxın. Mən bu gördüyüm düzdür. Təəssüf ki, hə. Bəlkə anamızı yavaş-yavaş başa salasınız. Ürəyi yumuşalar da hər halda. Bəlkə deyəsiniz ki, uşağın cinsiyyəti bilinmir. O bir axı 4 aylıqdır. Nə oldu? Oğlandı? Əslində xanım, biz elə indi baxdıq. Sizin... Siz... Bağışlayın. Doktor, olar mı şad xəbəri mən verim? Ver. Təbrik edirəm. Sizin oğlunuz olacaq. Oğlan. Şükür sənə ilahi. Şükür. Gəl səni öpüm. Gəl. Əla xəbərdir. Şükür sənə ilahi. Şükür. Bu nə özbaşınalıqdır? Nə edirsən sən? İlyas doktor hər şeyi bilir. Mən indi sizə hər şeyi izah eləyəcəm. Əvvəl-axır hər şeyi biləcəklər də. Bilməyəcəklər. Ana xanım xala xəstədir. Analizlərinə baxdıq. Maksimum 2-3 ay ömrü qalıb. Həm biz onun bütün müalicələrini eləyək, həm də yeni doğulacaq uşağı da ailəsində xoşbəxt eləyək. Deyirsən, pasiyentə yalan danışaq. Niyə yalan danışırıq ki? Deyirəm, bir qız uşağını xilas eləyək. Həm də ömrünün son günlərini yaşayan yaşlı qadının da xoşbəxt olmasına səbəb olaq. Olsun. Çox sağ ol Fidan.
Mən onu heç bu qədər sevinən görməmişdim. Çox sağ olun. Bugün aldığım iki xəbər məndə həm sevinci, həm kədəri bir araya gətirdi. Amma Ana xanım xalanın müalicələrinə davam etmək lazımdır. Mən nə lazımdırsa onun üçün eləyərəm. Fidan, mənim səndən bir istəyim olacaq. İstəyirəm ki, qızımızın adını sən qoyasan. İlk dəfədir məndən belə bir şey istəyirlər. Bilmirəm. Əslində ağlımda olan bir ad var. Reyhan. Bu ad mənim üçün çox dəyərlidir. Sağ ol. Fidanın uşaqlıqda bir sinif yoldaşı, rəfiqəsi olub. Reyhan adında. Səhv analiz nəticəsində ilə uşaq yaşlarında dünyasını dəyişib. O da bu adı indi belə yaşatmaq istəyir. Reyhan. Dağlar kızı Reyhan, 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 parlaktan ulduzu Reyhan, Reyhan, alem sana heyran, heyran, ay kız. Fidan, həyat belədir. Bax, itirdiklərinə səbəb olan yol səni gətirib çıxarıb laboratoriya. Doktor, bir problemimiz var. Nə problemi? İki ata, iki oğlun məlumatları qarışıq düşüb. Sizdə hər gün bir problem mütləq olmalıdır. İşin sonudur. Sabah Fidanla bir yerdə bu məsələyə baxarsınız. Oldu.